Həqiqətən Ramazan ayı elə bir aydır ki, bildiyiniz kimi ən əzəmətli bir mövsümdür ki, insan bu mövsümdə, bu fürsətdə xeyirləri əldə etməsi üçün və rəhmət olan, bağışlanma ayı olan, cəhənnəm əzabından xilas olma ayı olan bu ayda insan həqiqətən bağışlananlardan olması üçün elə indidən tövbə etməsi lazımdır. Əgər kimsə tövbə etmək üçün Ramazan ayını gözləyirsə, yalnız Ramazan ayında tövbə edəcəm deyirsə, o xəta edir. Çünki tövbə insana hər daim lazımdır. Allaha qayıtmaq, günahlarından tövbə etmək, bağışlanma diləmək, bu hər an lazım olan bir işdir. Allah-u Teala'dan istəyirik ki, Allah-u Teala bizi Ramazan ayına çatdırsın. Lakin heç kim bilmir kimin əcəli nə vaxt gələcək. Və ona görə tövbənin vaxtı yoxdur ki, gözləyəsən ki, mütləq mən filan vaxtı tövbə edəcəm. Bunu edən insan xəta edir. Çünki tövbə artıq qəbul olunmayan vaxt var. Həmin vaxtlardan birisi də ruh boğaza çatmasıdır. Və bu da Ramazandan əvvəl də baş verə bilər. Artıq insanın ömrü tamamlana bilər. Heç kim əcəlinin nə vaxt olduğunu bilmir. Necə ki, keçən Ramazanda bizlə bərabər olan insanlar var idi. İndi onlar həyatda yoxdular. Və yaxud da bir ay bundan əvvəl elə insanlar var idi ki, onlar Ramazanın günlərini sayırdılar. Dedilər ki, Ramazana 2 ay qalıb, Ramazana filan qədər qalıb. Lakin onlar artıq həyatda yoxdular. Və indidən sonra da Ramazana qədər nə olacaq, necə olacaq, heç kim onu bilmir. Və ona görə də tövbəni gecikdirmək ki, mən Ramazana tövbə saxlayıram, tövbələrimi Ramazanda edəcəm, bu icazəli deyil. Və həmçində hətta insan indi tövbə etməlidir ki, hətta Ramazan ayına çatsa belə, Allah Teala onun Ramazan ayına çatmasına müvəffəq eləsə belə, hətta o əməllərdən həqiqətən istifadə edə bilsin. O əzəmətli ayda olan o əzəmətli əməllərin xeyrini həqiqi şəkildə əldə edə bilsin. Çünki insan tövbə etdiyi zaman onun qəlbi təmizlənir, paklanır, nurlanır və belə olan bir qəlb isə əməlləri çirklə dolu qəlbin qəbul etdiyi kimi qəbul etmir. Əksinə ən gözəl şəkildə qəbul edir. Əksinə o əməllər onun qəlbinə çox böyük təsir göstərir. Nəyə görə? Çünki o qəlb təmiz olduğuna görə. Görürsən ki, bir insan bir əməl eləyir, başqa birisi yenə o da eyni əməli eləyir, lakin onların əməllərinin arasında və onların əməllərinin onlara təsir etməsi arasında böyük fərq var. Bu insanın qəlbinin təmizliyindən, qəlbinin daim Allaha qayıdan qəlb olmasından irəli gəlir. Ona görə, möhtərəm müsəlmanlar, elə indidən insan tövbəyə qətiyyətlənməsi və tövbəyə tələsməsi lazımdır Ramazandan əvvəl.